Sabahınız xeyir. Bugünkü mövzumuz zərfdir. Zərf nəyə deyilir? Zərf əsas hissələrindən biridir və hərəkətin, baxın, hərəkətin tərzini bildirə bilər, yerini bildirən, miqdarını bildirən, zamanını bildirən əsas hissəsidir. Deməli, zərfin əsas vəzifəsi nədir? Hərəkətin, zamanını, miqdarını, yerini, tərzini bildirən əsas hissəsidir və zərfin sualları necə, nə vəziyyətdə, nə vaxt, nə tərzdə, haraya, bəzən hara sualına da cavab verir. Hara ismin sualı idi və cümlədə hara sualına cavab verən sözə eyni anda haraya sualını da verə bilirsə, həmin söz zərf olacaq. Bu məsələyə toxunacağıq. Harada, haradan, nə dərəcədə, nə vəziyyətdə, nə cür və s. Bütün bu suallara cavab verən hissəsinə nə deyirik? Zərf deyirik. Və zərflər bəzən testlərdə sual düşür ki, yalnız təsviflənən feillərə aid olur. Baxın, zərf həm feilin təsviflənən formasına aid ola bilər, həm təsviflənməyən formasına aid ola bilər. Yəni, feilin təsviflənməyən formalarından danışdıqda məsdər, feil, sifət, feili bağlamadır. Məsələn, deyirəm ki, bugün gələcək. Bugün gələcək. Nə edəcək? Gələcək. Nə vaxt? Bugün. Görürsünüz, təsviflənən feilə aid oldu. Zərf təsviflənən feilə aid oldu. İndi təsviflənməyən feilə aid edək. Deyirəm ki, irəli gedən və yaxud irəli getmək, irəli gedərkən. Görürsünüz, burada irəli zərfi feil sifətə aid oldu, burada məsdərə aid oldu, burada da feil bağlamaya aid oldu. Yəni, zərf həm təsviflənən, həm də təsviflənməyən feillərə aid ola bilər. Və zərf təkcə feilə yox, digər hissələrinə, hətta zərfin özünə də aid ola bilir. Yəni, sual düşə bilər ki, zərf ancaq hərəkətin tərzini, yerini, zamanını bildirir. Bəli, bildirir. Amma tək hərəkətə aid olmur. Zərfin özünə də aid ola bilər, digər hissələrinə aid ola bilər. Yenə qeyd etdiyimiz kimi, feilin təsviflənən və təsviflənməyən formalarına da aid ola bilər. Zərfin quruqca növlərindən danışacağıq. Bütün əsas hissələrində olduğu kimi, zərfin də quruqca 3 növü var. Sadə zərflər, düzəltmə zərflər, mürəkkəb zərflər. Sadə zərflər nədir? Sadəcə kökdən ibarət olur və yaxud da kök və qrammatik şəkilsindən ibarət olur. Yəni, orada leksik şəkilçi olmur. Məsələn, sadə zərflərə ora, bura, sonra, na deyə bilərik. Sırağa gün. Uşaqlar, sırağa gün sadədir. Bəzən sırağa günü uşaqlar düzəltmə deyə bir söz kimi qəbul edirlər. Sıraq deyə bir sözümüz yoxdur. Yəni, sırağa gün sadə zərfimizdir. Sonra dərhal, qabaq, irəli, geri. Bax, bu zərflərin hamısı nədir? Sadə zərflərdir. Düzəltmə zərflər isə kök və leksik şəkilçisindən ibarət olur. Kök və leksik şəkilçisindən. Düzəltmə zərflər hansı şəkilçilər vasitəsindən düzəlir? Baxın, lıq şəkilçisi vasitəsilə, lıq şəkilçisi, məsələn, həmişəlik. Həmişəlik sözünü aid edə bilərik bura. Həmişə sözünə lik qoşulub, həmişəlik zərfini yaradıb. Açı-əki şəkilçisi var. Məsələn, çəp sözünə çəpəki baxdı. Nə tərzdə baxdı? Çəpəki baxdı. Sonra dadə şəkilçisi var. Dadə, dandən. Dandən şəkilçisi, dadə şəkilçisi. Məsələn, deyirəm ki, nə deyə bilərik burada? Bir dəqiqə. Dadə şəkilçisi var ki, məsələn, yazda. Yazda bizə qonaq gələrsən. Yazda. Bu cümlədə yazda bizə qonaq gələrsən. Nə vaxt yazda? Görürsünüz, nə vaxt sualına cavab verdi. Və yaxud ucadan qışqırma. Ucadan qışqırma. Nə tərzdə? Ucadan. Burada da dandən nə düzəltdi? Zərf düzəlt. Bir də dadənin və dandən şəkilçisinin həm zərf düzəldən şəkilçisi kimi işlənirlər, həm də hal şəkilçisi kimi işlənirlər. Dadə şəkilçisi, zərf düzəldən şəkilçisi və yerli hal şəkilçisi kimi işlənir. Necə fərqləndirəcəyik? Baxın, zərf düzəldəndə nə vaxt sualına cavab verəcək? Yerli hal kimi işləndikdə isə orada artıq ismin sualına cavab verəcək. Yəqin ki, aydın olur. Baxın, deyirəm ki, yazda bizə qonaq gələrsən. Nə vaxt yazda? Nə vaxt sualına cavab verdiyinə görə burada yaz sözün
köküdür. Dadə də leksik şəkilçidir. Çünki yerli halda olan isim nə vaxt sualına cavab verə bilməz. Nə vaxt sualına cavab verirsə orada yaz sözün kökü, dadə də olur leksik şəkilçi. Bir də var deyirəm ki, yazıda problem var. Yazıda problem var. Nədə? Yazıda. Görürsünüz, nədə sualına cavab verir. Nədə sualına cavab verdiyinə görə burada dadə nə olacaq? Qrammatik şəkilçi, yəni hal şəkilçisi olacaq. Sonra dandan şəkilçisinə baxırıq. Deyirəm ki, ucadan qışqırma. Baxın, nə tərzdə, ucadan, nə tərzdə sualına cavab verir. İsim nə tərzdə sualına cavab verə bilər? Verə bilməz. Uca sözün kökü dandan leksik şəkilçi olacaq. Bir də var deyirəm ki, evdən çıxıb gəldi. Haradan? Evdən. Görürsünüz, evdən haradan sualına cavab verir? Hardan sualına cavab verir? Hardan çıxıb gəldi? Evdən. Məktəbdən gəldi. Hardan gəldi? Məktəbdən gəldi. Burada hardan sualına cavab verdiyinə görə ev sözün kökü də nədir? Qrammatik şəkilçidir. Yəni hal şəkilçisi. Sonra zərf düzəldən şəkilçilərə nəyi misal göstərə bilərik? Cacə şəkilçisini göstərə bilərik. Cacə, məsələn, rusca, daha çox yəni dil düzəldir də bu tip sözlər. Türkcə, Azərbaycanca, rusca. Sonra casına cəsinə şəkilçisi var. Casına cəsinə şəkilçisi. Məsələn, deyirəm ki, qəhrəmancasına, igidcəsinə, igid sözün kökü, cəsinə zərf düzəldən leksik şəkilçisi. Sonra lalə şəkilçisi var. Lalə, məsələn, ürəklə, bu işi ürəklə yerinə yetirir. Nə tərzdə? Ürəklə. Görürsünüz, ürək sözün kökü lalə leksik şəkilçisi. Bu variantda. Bir də lalə şəkilçisi də amonim şəkilçilər sırasındadır. Hansı məqamlarda işlənir? Ona da toxunaq. Lalə şəkilçisi bəzən zərf düzəldir. Bax, buradakı kimi. Ürəklə sözündə. Nə tərzdə sualına cavab verəndə düzəldəcək, nə? Zərf düzəldəcək. Bir də digər nik hissələrinə qoşularaq feil də düzəldə bilir. Məsələn, baş sözünə, baş isminə, başlarını qoşuram, başla, nəyə et başla. Görürsünüz, feilin sualına cavab verəndə feil düzəltdi. Baş isminə qoşuldu, başlamaq feilini düzəltdi. Bir də ilə lalənin qısaldılmış forması kimi. ilə lalənin qısaldılmış forması kimi işlənir. Hansı məqamda? Məsələn, deyirəm ki, qələmlə yazdı. Bəs nə biləcəyik burada? Lalə ilənin qısaldılmış formasıdır. İlə formasını da artıra da bilərik. Qələm, baxın, qələm ilə yazdı. Yəni, qələm vasitəsi ilə yazdı. Qələm vasitə sözündə əlavə edə bilərik. Qələm vasitəsi ilə yazdı. Və bir də bu lalə qoşma olduqda konkret isimlərə qoşulur. Konkret isimlərə qoşularaq qoşma rolunda çıxış eləyir. Görürsünüz, qələm nədir? Konkret isimdir. Konkret isimə qoşulduğu vəziyyətdə də olur nə? Qoşmadır və həmçinin bu hallarda. Sonra zərf düzəldən şəkilçilər içərisində G şəkilçisi var. G, məsələn, bir sayına G qoşulub, birgə zərfini düzəldib. Sonra aşı şəkilçisi var. Aşı, yanaşı. Yanaşı sözünü misal göstərə bilərik. Yan sözünə aşı qoşulub, yanaşını yaradıb. Sonra ən şəkilçisini misal göstərə bilərik. Məsələn, daxilən, daxil sözünə daxilən və s. Bax, leksik şəkilçilərdə, sözün kökünə leksik şəkilçilər qoşmaqla da bu düzəltmə zərfləri yarada bilirik. Bir də burada biz lıq şəkilçisindən danışmışdıq. Lıq şəkilçisindən danışdıq dedik. Lıq şəkilçisi də zərf düzəldir. Bir də cacə şəkilçisi. Cacə şəkilçisindən danışdıq ki, bu da zərf düzəldir. Lıq şəkilçisi də təkcə zərf düzəldən şəkilçisi kimi işləmir. İsim də düzəldə bilir, sifət də düzəldir. Baxın, ismin sualına cavab verəndə isim düzəldən şəkilçi olacaq, sifətin sualına cavab verəndə sifət düzəldən şəkilçi olacaq. Məsələn, deyirəm ki, yaşıllıq. Nə? Yaşıllıq. Yaşıl sözün köküdür. Lıq nədir? İsim düzəldən şəkilçisi. Çünki yaşıllıq ismin sualına cavab verir. Və yaxud deyə bilərik ki, illik. İllik plan. Necə plan? İllik plan.
il isminə lik qoşulub, illik sifətini yaratıb. Bax, burada da sifət düzəltdi. Zərfin sualına cavab verəndə də zərf düzəldən leksik şəkilçi olur. Sonra cacədən danışaq. Cacə də müəyyən məqamlarda işlənir. Hansı məqamlar? Zərf düzəldən şəkilçi kimi dedik. Adlara qoşularaq dil yaradır. Rusca, Azərbaycanca. Bax, bu şəkildə görsək, cacə nədir orada? Cacə zərf düzəldən leksik şəkilçi olacaq. Sonra qoşma kimi işlənə bilir. Məsələn, deyirəm ki, səncə oxuya bilmir. Oxuya bilmir. Səncə oxuya bilmir. Cacəni digər qoşmalarla əvəzləyə biliriksə, orada qoşma rolunda çıxış edəcək. Baxın, sən qədər oxuya bilmir. Burada cəni qədər qoşmasını əvəzləyə bildiyimə görə, burada cacəyə nə deyəcəm? Deyəcəm ki, qoşmadı. Sonra feildən isim düzəldən şəkilçi kimi işlənə bilir. Əylən sözünə C qoşulur, əyləncə ismini düzəldir. Əylənmək feilinə cacə qoşuldu, əyləncə ismini düzəltdi. Burada isimdir. Və bir də bir məqamı var ki, ədat. Ədat rolunda çıxış edir. Məsələn, deyə bilərik ki, ikicə və s. Bax, bu rollarda çıxış edir. Cacənin ədat kimi işlənməsinin, fərqləndirilməsi məsələsini ədatda danışacağam. Bu qalsın burada. Bu da belə. Deməli, sonra gəlirik mürəkkəb zərflərə. Mürəkkəb zərflər də bitişik yazıla bilir. Sonra ayrı yazıla bilir və defislə yazılan formalar var. Hansı hallarda bitişik yazılacaqlar? Baxın, müxtəlif iki mənalı sözün birləşməsindən yaranırsa, müxtəlif iki mənalı, həmişə demişik, adi sözlərdə belə müxtəlif mənalı sözlər birləşirsə, onlar təbii ki, ayrı yazılmalıdır. Göz ucu, hərdən bir. Görürsünüz, burada göz və ucu, hərdən və bir sözləri birləşib, bitişik yazılan mürəkkəb zərfləri əmələ gətiriblər. Sonra mürəkkəb zərflərin ikincisi babə bitişdiricisi hesabına yaranır. Babə bitişdiricisi. Məsələn, deyirəm ki, üz, bə, üz. Sonra dal, ba, dal və s. Babə ilə düzələnlər də necə yazıldı? Bitişik yazıldı. Bir dənə uşaq var. Burada qeyd yadda saxlayın ki, rəngbərəngdir, rəngarəngdir, növbənövdür, cürbəcür sözləridir. Bunlar sifətdir. Yəni, orada babə işlənsə də, o sözləri da yazmıram, şifahi olaraq dedim. Bu sözlər babə ilə düzəlsə də, artıq orada zərf yox, sifət sayacaq. 4 dənə sözümüz istisnadır. Rəngarəng dedik, növbənöv dedik, cürbəcür dedik, rəngbərəng dedik. Bax, bu sözlər sifətdir. Zərf sayılmır. Sonra ayrı yazılan zərflərə nəyi misal göstərə bilərik? Ayrı yazılan zərflərə, məsələn, hər gün, sonra hər an, bu vaxt, bu zaman, bugün və s. Bax, bunlar da nədir? Ayrı yazılan mürəkkəb zərflərdir. Sonra bir dəfə sözünü, bir dəfəni də əlavə edə bilərik bura. Bir qədər, sonra iki dəfə, ilk dəfə, bir az və s. Bunlar nədir? Ayrı yazılan mürəkkəb zərflərimizdir. Və bir də defislə yazılan mürəkkəb zərflərimiz var ki, defislə yazılan mürəkkəb zərflər hansılardır? Baxın, biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə, ildən ilə. Görürsünüz, burada birincisi şəkilçi qəbul edib. Deməli, birinci hansı oldu? Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə yarananlar defisdə yarandı. Yaxın mənalı sözlərin köməyi ilə ara, sıra və s. Sonra əks mənalı sözlərin köməyi ilə, yəni antonim sözlərin köməyi ilə geç, tez, bunlar da defislə yazılır. Yönlü halda işlənmiş bir sayına digər sayların qoşulması ilə, məsələn, 1-ə 5, bu da defislə yazılır. Sonra düzəltmə sözlərin təkrarı ilə, məsələn, ağıllı və s. Bax, bunlar da düzəltmə sözlərin təkrarı ilə yarananlar necə yazıldı? Defislə yazıldı. Bir də tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin təkrarı ilə, o da məsələn az, maz. Burada maz, yəni müstəqil şəkildə işlənmir. Az, maz sözü də defislə yazıldı. Bu da defislə yazılan mürəkkəb zərfləri idi.